Salam əziz izləyicilər. Yaxşı baxın. Bax bu alça ağacıdır. Görün gövdə nə gündədir. Və üstə gəl bar vermişdi. Bax bar hamısı bax bürüşüb tökülür. Burada bir dənəsi qalıb. Bunu özümə əlimlə bayaqdan tökdüm. Belə tökdüm ki havaya qalmasın burada. Və bu xəstəliyin adı birindən soruşuram, deyir gənədir. Gənə adlanır. Digəri deyir ki bu yastıcadır. Onda mən şübhəli qaldım, adı nədir bunun. İndi qarşıma çıxıb çəkirəm. Sonra yorumda yazaram adı nədir, öyrənim internetdən görüm. Bu elimdə bunun xəstəliyin adı nədir? Bax fikir verin, o yumru bir şeylər ki var. Bax onlar canlıdır. İndi bu ağac ki balacadır. Prinsipcə bunun bir metodu var. Əllə təmizləmək, mexaniki olaraq. İndi bunu əllə təmizləyərəm. Dərman vurmuşam, dərman buna təsir eləmir. Ona görə əllə təmizləyərəm. O görün bunun axırı nə olacaq. Bu ağac bazardan gələndə xəstə idi. Yarpaq saralması filanı var idi. Çox o yan bu yan türkçəçara əlaşlar elədim. Bir təhər qurumadan qoruya bildim, qurumadı. 2 ildir. Bu hələ ki yaşayır. Keçən ildə bar verdi. Amma bax bu xəstəlik yox idi. Bəlkə də var idi, az idi, fikir verməmişəm. İndi görürəm ki ağacı qurudur. Ona görə bax indi bu videonu çəkib başlayacağım bunu təmizləməyə. Mexaniki olaraq təmizləyəcəm əllə. Yaxşı. Sağ olun, siz də bir baxın, nəzarət eləyin. Görün, bax. Belə bir. Tam qara olanı ölü olur. Amma biraz şəffaf kimi olanları diridir, qopardanda şirə çıxır. Onun canıdır, qanıdır, Allah bilir nə idi. İndi bunu çəkim qutarım, sizlə sağollaşım. Bunu bircə imkanım var da balacadır deyə tərtəmiz təmizləyəcəm. Sağ olun, sağlıqla qalın. Bir 4-5 dənə üstündə alçam qalıb. Ancaq düzdür, mən alçasına görə çalışmıram, narahat deyiləm. Ağacı qurumasın deyə bunu mütləq təmizləməliyəm. Sağ olun, sağlıqla qalın. Bu nədir? Bu da üzüm tənəyindən bir qol gəlib. Bura sarmaşmışdı. Düzdür, qopartdım, gec qopartdım. İndi bu qalıb budağa mane olur. Boğur budağı. Sağ olun, sağlıqla qalın. Tez-tez mənim də videolarıma baxın, rəy yazın. Mən minnətdar olaram ona görə sizə rəyləriniz üçün.